Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, səhər-səhər tezdən sizə transfer xəbərləri çatdırmaq istəyirəm. Qarabağ komandası axır ki, o hücumçunu gətirir. Eyni zamanda əsas heyət üzvlərindən bir neçəsi Qarabağdan ayrılacaq. Bundan əlavə Neftçi və Qarabağ birləşdi, Sabahın torbasını tikdilər. Bu mövzuda sizlərə bəzi məlumatlar verəcəm. Dəyərli dostlar, sona qədər izləyin. Qarabağ-Newcastle matçı öncəsi nələr baş verir? Bu barədə də sizləri məlumatlandıracağam. İlk öncə üzr istəyirəm ki, səhhətimdəki problemə görə ola bilər ki, danışımda hansısa qüsurlar ola bilsin, çünki normal nəfəs ala bilmirəm. Və gecənin bu saatında belə xəstə vəziyyətində videonu çəkirəmsə, sizdən də zəhmətimizi dəyərləndirməyə rica edirəm. Videonu bəyənin, şərhlər bölümünə mütləq fikirlərinizi yazın, kanala abunə deyilsinizsə abunə ol, bildirişi açıq tutun. Mən son möhtəşəm xəbərləri sizin nəzərinizə çatdırım Bakının bu gözəl mənzərəsinin qarşısında. Dəyərli dostlar, ilk öncə Qarabağ komandasının kimi transfer etməsi barəsində məlumatı sizin nəzərinizə çatdırmaq istəyirəm. Artıq uzun müddətdir ki, bu futbolçu haqqında sizlərə məlumat verirəm. Qarabağ komandasının danışıqlar apardığını sizin nəzərinizə çatdırıram. Söhbət Derik Laketa'dan gedir. Hal-hazırda Kuyuba komandasının futbolçusu olan boyu 1 metr 91 sm, 26 yaşlı bu futbolçu Qarabağa gəlmək üzrədir. Artıq Qarabağın Instagram səhifəsini izləməyə də başlayıb və aldığımız məlumata görə bu futbolçu ilə Qarabağ arasında gələn danışıqlar müsbət yekunlaşıb. Sadəcə Kuyuba komandası ilə bəzi məsələlərə aydınlıq gətirilməlidir. Çünki Azərbaycanda transfer pəncərəsi bağlanılıb. Qeyd edim ki, bu futbolçunu icarə əsasında Qarabağ komandası öz sıralarına qoşmaq istəyir. Əgər futbolçu özünü doğruldarsa, yayda birbaşa transfer etmək istəyirlər. Qeyd edim ki, hal-hazırda futbolçunun transfer dəyəri 1,5 milyon avrodur. Futbolçunun sol ayağı işlək olması, mərkəz hücumçusu olsa da, alternativ hücumçu və sol cinah vingeri kimi çıxış edə bilməsi, bütün bu göstəricilər Qurban Qurbanovun çoxdan diqqətini cəlb edib. Hətta 2023-cü ildə Paneferdina klubunda hələ çıxış edərkən Qurban Qurbanov bu futbolçunu transfer etmək istəyib, amma həmin vaxtı Paneferdina komandası 1,2 milyon avro tələb edib bu futbolçu üçün minimum və Qarabağ komandası bundan vaz keçməli olub. Həmin vaxtı Kuyuba komandası bu futbolçu üçün deməli 1,2 milyon pul xərcləyib və transfer edib. Daha sonra Braziliya əsas liqasından Sport Recife'yə icarəyə verib və komandanın ən məhsuldar futbolçusu olub. Sadəcə müqavilə müddəti başa çatıb, yanvar ayının 1-dən yenidən qayıdıb Kuyubaya. Qeyd edim ki, Kuyubanın 8 futbolçusu artıq geri qayıdıb kirayadan, icarədən və ona görə də yenidən onları başqa klublara kiraya vermək istəyirlər və yaxud satmaq istəyirlər. Qarabağ komandası bu futbolçunu birbaşa transfer etmək istəsə də, klub daha çox təzminat istədiyi üçün hələ ki icarəyə götürmək, əgər futbolçu özünü doğruldarsa, o zaman yayda transfer etmək niyyətindədir Qarabağ komandası. Qeyd edim ki, Kuyuba komandası ilə bu futbolçunun 2028-ci ilə qədər müqaviləsi var. 2028-ci yayında bu müqavilə başa çatır. Bəli, karyerasının zirvəsindədir. 1,5 milyon avro qiymətini dəyərləndirir. Vaxtikən Paneferdina komandasına çıxış edəndə bu futbolçunun dəyəri 500 min avrodan yuxarı deyildi. Həmin vaxtda transfer etsəydilər, bugün bu qədər əziyyət çəkməzdilər bu futbolçunun transferi üçün. Oyunlarını da izləmişəm, çox möhtəşəmdir, hündür boyludur, ikinci mərtəbədə də əla effektiv futbolçudur, həm də yaxşı sürəti var. Məncə Qarabağa fayda verə biləcək futbolçudur. Braziliyalıdır, Rio de Janeiro şəhərində doğulub. Yəni Qarabağın şərqəsində də Braziliyalı futbolçular var. Məncə tez komandaya uyğunlaşa biləcək futbolçudur. Bəli, bu futbolçu yaxın günlərdə, bəlkə də yaxın 1-2 gün ərzində, hətta Newcastle oyuna qədər açıqlana bilər. Onu da sizin nəzərinizə çatdırım. Aldığım məlumata görə yaxın günlərdə onun Bakıya gələcəyi gözlənilir. Qarabağın düşərgəsi ilə tanış olacaq. Həmçinin Qarabağ-Newcastle oyununu da izləyə bilər. Qarabağdan ayrılacaq futbolçulara gəldikdə Elvin Cəfərquliyevə Bayer Leverkusenlə yanaşı Ferencvaroş, Ludogorets, Fenerbahçe və bir sıra digər klublardan təkliflər gəlir və aldığımız məlumata görə yeni bir klubdan
Qarabağa Elvin Cəfərquliyev üçün 3 milyon avro təzminat təklif olunub. Qarabağ komandası isə daha yuxarı təzminat qarşılığında Elvin Cəfərquliyevi sərbəst buraxa bilər. Bununla yanaşı, Elvin Cəfərquliyevlə yanaşı qeydim ki, Leandro Andrade də bir sıra klubların hədəfindədir. Hətta aldığımız məlumata görə Qurban Qurbanovun başqa kluba keçməsinə icazə vermədiyinə görə son oyunlarda Leandro bir qədər oyunlara həvəssiz yanaşır. Hətta Chelsea ilə oyunda vurduğu qoldan bu tərəfə məhsuldarlıq da göstərmir. Dəyərli dostlar, yanınıza gəlirsə, Qurban Qurbanov mətbuat konferansında belə bir açıqlama vermişdi ki, oyundan sonra futbolçularımızdan biri mənə yaxınlaşdı və dedi ki, məni transfer etmək istəyən komanda var, gedəcəyimə yoxsa qalacağıma necə baxırsınız? Belə bir sual vermişlər və Qurban müəllim də görünür əsəbləşmişdi buna. Sən demə, bu Pedro Bicalio'ymuş. Benfica ilə oyunda oyunun ən yaxşısı seçilmişdi Çempionlar Liqasında. Ümumiyyətlə, hər oyunda özünü yaxşı tərəfdən göstərir və bu bir sıra klubların diqqətini çəkir. Aldığımız məlumata görə ona Avropa ilə yanaşı Asiyadan da çox yüksək məbləğdə maaş təklif olunur. Ona görə də Pedro Bicalio Qarabağdan ayrılmaq niyyətindədir və yaxud Qarabağda maaşını qaldırmaq istəyir. Necə ki, Marko Yankoviç onu elədi. Marko Yankoviç gedirəm dedi. Maaşını qaldırdılar və müqaviləsini 2 il uzatdılar. Yaxın günlərdə, yəni ki, bu da ictimaiyyətə rəsmi şəkildə açıqlanar. Dəyərli dostlar, Kohalski də ailə məsələsi ilə bağlı Polşaya qayıtmaq niyyətində olub, amma Qurban Qurbanov onu razı sala bilib və hələ ki, Qarabağda qalacaq. Amma onun hər vaxt, hər an belə Qarabağdan ayrılmaq ehtimalı var. Çünki müqaviləsində belə bir maddə var. Sərbəst qalma təzminatı 2,5 milyondur. Yəni, istənilən klub və yaxud Matius Kohalski özü 2,5 milyonu ödəyib azad agent statusu daşıya bilər. Amma bununla bağlı müqavilədə digər xırda detallar da var ki, bunlara çox da baş yormaq istəmirəm. Yəni, hələ ki, Kohalski yəqin ki, qalacaq Qarabağda, dəyərli dostlar. Və gələk bugünün əsas məsələsinə, hansı ki, Qarabağ Neftçi razılığa gəldi, sabahın çempionluğunu əlindən almaq istəyirlər, çempionluq şansını əlindən almaq istəyirlər, daha doğrusu desə, düzgün olar. Dəyərli dostlar, bildiyiniz kimi, Neftçi Qarabağ oyunu ayın 21-də keçirilməli idi və bu oyun təxirə salındı. Tahir Gözəl də bununla bağlı Neftçi komandasına təşəkkür elədi. Bu öz yerində. İndi dəyərli dostlar, bir məsələ var. Bu oyun təxirə salındı, hər kəs oyun təxirə salınmır deyə Neftçini söyürdü, amma Neftçi əslində qanuni hərəkət edirdi, reglamentə uyğun hərəkət edirdi. Digər tərəfdən, bu Sabah komandasına da bir ədalətsizlik oldu. Çünki Sabah komandası düşünürdü ki, Qarabağ yorğundur, Neftçi ilə oyunda xal itirəcək, biz növbəti turda qələbə qazanıb, xal fərqini biraz da artıracaq və çempionluq şansımız daha da çox olacaq. Amma oyun təxirə salındı, Qarabağ toparlanacaq, sonra gələcək Neftçini udacaq məsələn və Sabah komandasının çempionluğu əldən gedə bilər, yəni ən azı çempionluq şansı azalır. Bu baxımdan təbii ki, biraz haqsızlıq olur. İndi digər tərəfdən baxanda, ümumi Azərbaycanın mənafeyi baxımından, Azərbaycan futbolunun mənafeyi baxımından, oyun təxirə salınması yaxşıdır. Çünki Qarabağ komandası mütləq toparlanmalıdır. Gördük ki, Şamaxı ilə Kəpəz oyunda gördük ki, Qarabağ komandası kifayət qədər güc itirib və artıq toparlana bilmir. Ona görə də mütləq bu oyun təxirə salınması Qarabağ üçün faydalı olacaq, sözsüz. Amma gəlin dəyərli dostlar, bu heç bir ölkədə baş verməyən bir prosesdir ki, bir mövsümdə bir komandanın bir neçə oyunu təxirə salınsın, Avrokuboklarda çıxış edir deyə. Heç bir ölkədə belə bir şey yoxdur. Bu, niyə Qarabağda baş verir? Çünki Qarabağ komandası vaxtında transferlər eləmir. Komandanın əsas heyətindən əlavə ehtiyat gücü yoxdur. Məsələn, Musa Qurbanlı, Rami Şeydayev, Şəhrüddin Məhəmmədəliyev, Chris Kouakou, Sami Emami, Abbas Hüseynov, Bədavi Hüseynov, bu 7 futbolçu deyirəm, bəlkə başqalarını da saymaq, burada daxil eləmək olar. Bunlar komandada nə qədər fayda verə biləcək futbolçulardır. Bu futbolçuların əvəzinə daha güclü
komandaya fayda verə bilən futbolçular transfer oluna bilməzdimi yayda və yaxud qış transfer pəncərəsində? Oluna bilərdi, amma Tahir Gözəl əlini cibinə salmaq istəmədi. Bu il əslində Çempionlar Liqasından da kifayət qədər vəsait əldə eləmişdi Qarabağ komandası, inşallah 1000 qat da artıq olsun. Amma 120 minə gedib Qınalini transfer etmək nə deməkdir? Bax, Qarabağ komandası, mən demək istəyirəm ki, yəni məni səhv başa düşməyin ki, hə, bu Qarabağın oyunun təxirə salınmasının əksinədir. Hətta biri yazıb ki, keçən dəfə belə bir danışığımdan sonra yazmış ki, siz Qarabağı qısqanırsınız. İl boyu Qarabağdan məndən çox video çəkən yoxdur. Qarabağa məndən çox dəstək olan ikinci bir adam yoxdur. Qarabağ haçan çətin durumda olub, həmişə mən ona dəstək olmuşam. Qarabağ haçan çox uğur qazanıb, hamı Qarabağ dünyanın ən güclü klubudur deyəndə mən Qarabağın çatışmamazlıqlarını demişəm. Yəni yıxılana balta heç vaxt vurmamışam. Bugün Qarabağ komandası uğur qazanır və mən bugün onun çatışmamazlıqlarını deyirəm. Tahir Gözələ deyirəm ki, transfer etmək lazımdır vaxtında, sonra gedib Neftçinin qapısında yalvarmayasan ki, oyunu təxirə sal. Neftçi də özünü naza qoya, oyunu təxirə salmayasan, bir də media ilə xahiş edəsən, sonra bir də müraciət göndərəsən. Yəni, xoş mənzərə deyil bu. Bilmirəm, sənə nə qədər xoş gəlir, əziz Tahir bəy. Və eyni zamanda reglamentin pozulması, digər klubların haqqı yeyilir burada. Nə qədər biz təbii ki, istəyirik Qarabağ Azərbaycanı təmsil edir, uğur qazansın, amma bu tərəfdən olmazmı ki, bu klubların haqqını yemədən, özün vaxtında zəhmət çəkib əlini cibvə salasan, transfer eləyəsən, komandanı güclü tutasan, sonra da kimisə haqqını yeməyəsən və yaxud hansısa komandaya yalvarmayasan ki, olmaz axı. Çünki Qarabağ azərkeşləri üçün Qarabağ müqəddəsdir. Onlar gördülər ki, sən dəfələrlə xahiş edirsən ki, Neftçidən nə olar, başqa dönüm oyunu təxirə sal. Niyə? Çünki vaxtında transfer eləmirsən. Başa düşürsünüz, mən bunu demək istəyirəm. Yəni, Qarabağın güclənməsini istəyirəm. Qarabağın transfer etməsini istəyirəm. Və yenə deyirəm, Qarabağ haqqında video mənim qədər çəkən ikinci bir adam yoxdur. Qarabağa dəstək olan ikinci bir adam yoxdur. Ötən mövsüm Qarabağ Avrokuboklarda 7 oyun ard-ardan məğlub olanda Qarabağa hamı tənqid edirdi və yaxud təhqir edənlər də vardı, amma mən ancaq dəstək paylaşımlar edirdim. Niyə? Çünki yıxılana balta vurmaq mənim adətimdə yoxdur. Bugün Qarabağdan halvaçı da danışır, zurnaçı da danışır. Bilirsiniz niyə? Çünki Qarabağ uğur qazanır. Çempionlar Liqasında indiyə qədər futbol tariximizdə olmayan hadisələr yaşanır. Hər kəs mətbəxdə yemək pişirib YouTube-da paylaşanlar da bugün Qarabağdan danışırlar. Xəbəriniz var sizin. Fizika müəllimi, kimya müəllimi, onlar da yəni dərsin qoyublar bir qırağa, Qarabağdan danışırlar. Nə bilim, blogerlər də, nə bilim, hər şeydə, yəni hər kəs Qarabağdan danışır. Amma bir ay sonra bunlar heç bir Qarabağdan danışmayacaqlar. Qarabağ hansı ki, Çempionlar Liqasında yolunu başa vurdu və əssalamlar yoxa çıxacaqlar. Çünki bugün gündəmdə Qarabağ var, onlara gündəm lazımdır, onlara Qarabağ lazım deyil. Necə ki, Qarabağın bəzi azərkeşləri, bir çox azərkeşləri Qarabağın Çempionlar Liqasındakı oyunlarına gedirlər. Amma ölkə çempionatındakı oyunlarına getmirlər. Niyə? Çünki onlara Qarabağ lazım deyil. Onlara sadəcə Çempionlar Liqası. O Qarabağ olmasa, əgər 5-6 il sonra 3-4 il dalbalal Neftçi və yaxud Sabah komandası Çempionlar Liqasına uğur qazansa, biz Azərbaycanlı olaraq gedib ona dəstək olacaq, amma klub olaraq dəstək yoxdur. Mən bunu demək istəyirəm ki, yəni Qarabağ komandasına bəlkə də Azərbaycanda mənim qədər video çəkən yoxdur. Hər kanalımda 2000-3000 video paylaşmışam indiyə qədər son 5-6 ildə və hər videoda da Qarabağdan danışmışam. Mən Qarabağın uğurlu qazanmasını istəyirəm, amma bunun ədalətli şəkildə olsun istəyirəm və Qarabağ güclənsin istəyirəm. Qarabağla yanaşı digər klublarımız da güclənsin istəyirəm. Vəssalam. Siz də öz fikirlərinizi yazarsınız bu barədə. Növbəti videoda görüşmək ümidi ilə. Hələlik.